Peyğəmbərə ayə nazil olur. Fə innə cəhənnəmə ləməv'iduhum əcməin. Laha səb'atu əbvabin likulli babin minhum cüz'un məqsum. Bu ayə nazil olur. Həqiqətən cəhənnəm onlara vəd olunan yerdir. Onun 7 qapısı var. Hər qapıdan müəyyən dəstə keçəcək. Bu bir cümlə nazil olur. Peyğəmbər 3 gün ağlayır. 3 gün. 3 gün dayanmadan ağlayır. Sahabələr narahat olurlar. Sahabələr bilmirlər nə olub, nə nazil olub. Amma onun ağlamağı sahabələr də ağladır. Yəni oturanda yanında oturmaq mümkün deyil. Elə bir vəziyyətdədir ki, bir adam olaraq kimsə halı sirayət eləyər sənə də. Peyğəmbərlə təmasa girirlər, Peyğəmbərin halı bunları da ağladır. Soruşmağa da bilmirlər kim soruşsun. Salman deyir, Fatiməni görəndə Peyğəmbər həmişə ürəyi şad olur. Fatiməyə deyək gəlsin atasından soruşsun ki, nə olub, nə ayə nazil olub. Salman deyir, deyirlər, get özün çağır. Əhl-i Beytə hamıdan yaxın sənsən, get Fatiməni özün çağır. Deyir, gəldim, qapını döydüm, Həzrət Fatimə çıxdı, qapının arxasından soruşdu, ya çıxdı bilmirəm, dedi, nə olub, dedim, nəsə, atovuzun halı 3 gündür, xarabdır, narahatdır, əzab ayəsi nazil olub, bəlkə siz gedəsiz, sizi görə halı dəyişə. Deyir, çadırasının başına atır, Salman deyir, baxdım, gördüm, neçə yerdən yamaq vurulub Peyğəmbər qızının çadırasına. Mənə ağlamaq tutdu ki, niyə şahların, sultanların, niyə yox, niyə demir? Deyir, şahların, sultanların geyimləri ipəkdəndir, qiymətli geyimlər geyinir, amma Peyğəmbərlərin ağasının qızı belə təvazökardır. İstəsələr, Allah təklif eləmişdi Peyğəmbərə. Allah təklif eləmişdi ki, dünyanın xəzinələrini ixtiyarında qoyum. Peyğəmbər buyurdu, yox, istəyirəm ki, bir gün tapım, bir gün tapmayayım ki, Allaha ehtiyaclı olduğumu bilim. Allaha ehtiyaclı olduğumu dərk eləyim. Gəlir Həzrət Fatimə, atasından soruşur ki, ya Resulallah, nə olub? Hansı ayə nazil olub? Bu ayəni Peyğəmbər oxuyur. Dillərində belə deyək öz dilimiz. Peyğəmbər oldu yalan, Fatimə oldu doğru. İndi Peyğəmbərin ağlamaq halı bir tərəfə, görürlər Həzrət Zəhrə üzü üstə torpağa düşür. Əl-vaylu summəl-vayl limən dəxələn-nar. Vay olsun, yenə vay olsun o şəxsə ki, o cəhənnəmin içinə daxil olacaq, o odun içinə daxil olacaq. Hamısı nalə çəkib ağlayırdılar. Sahabələr deyir, elə bil ki, belə deyir, roizə məclisi bərpa olundu. Peyğəmbər o vəziyyətdə Fatimənin naləsi ucaldı və bütün əshab da səsini onların səsinə qoşdu, ağladı. O əzəmətdə Allah cəhənnəmin qorxusundan danışırsa, yenə də böyüklük mövzusu gəlir, hər mövzunu əhatə eləyir. Allah ki, böyükdür. Biri var, böyük adam deyə ora qorxuluyurdu. Biri var, uşaq deyə. Uşaq desə etina eləməzsən. Deyərsən, öyle nə görsə qorxur. Birdən böyük dünya görmüş adam deyə. Allahdan ki, böyük yoxdur. Aləmlərin sirrindən o agahdır. Deyir, ora qorxuluyurdu. Xəbərdar eləyir bizi. Ora elə-belə zarafat gəlməsin. Ora çox ağır yerdir. Dünyanın qəmləri ki var bizim üçün böyük görsənir. Dünyanın bir qəmi bizim üçün böyük görsənir. Amma Allah deyir, bunlar ötəridir. Kiçik qəmlərdir. Amma buna çatanda Allah deyir, yox, bu ciddi məsələdir. Dünyanın qəmi nə qədər ağır olsa Allah deyir, müvəqqətidir. Ən ağır qəmi də keçicidir, narahat olma. Çox da ağır deyil. Gəlib cəhənnəmin mövzusu çıxanda Allah deyir, yox, bunu ciddiyə almalısan. Bu ciddi məsələdir. Bunun üstündən keçmək olmaz. Bu qorxulu məsələdir.